Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası Pirallahı Qurtuluş 93 görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün ədalətli mübarizə izləyəcək. Görüşü Məhəmməd Rəhimli idarə edir. Onu da hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugünkü oyun 8 noyabr zəfər gününə təsadüf etdiyi üçün Qurtuluş komandası günə özəl forma ilə oyuna çıxdı. Zəfər bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik. Və qarşılaşma başladı. Pirallahı komandası mərkəzdən top oyuna daxil etdi və top outdan meydana tərk edir. Komandaların heyətləri ilə sizi tanış edirəm. Qurtuluşda qapıda 1 nömrə 93 Fərid Həsənli, 5 Hikmət Ağazadə, 7 Məhəmməd Sadıqov, 10 Adəm İbrahimli, 15 Bahadur Qayıblı, 64 Cavidan Balacazadə, 99 Cahangir İbrahimov. Komandanın baş məşqçisi Şakir Quliyevdir. Digər futbolçular 44 Ayxan Quluzadə, 9 Talih Sadıqov, 19 Alpaslan Səfərov, 21 Elmir Nəcəfli, 8 Uğur Əliyev. İndi isə nominal meydan sahibi Pirallah. Qapıda 1 nömrə Ömər İbrahimov, 2 Mirələm Quluzadə, 5 Emil İsayev, 3 Emil İsayev, 7 Hüseyin Əskərli, 10 İbrahim Qədirzadə, 11 Toğrul Əliyev, 77 Elşad Balayev. Komandanın baş məşqçisi Rinat Nəcəfovdur. Digər futbolçularla sizi tanış edirəm. 5 Əvəz Xudaverdiyev, 21 Qiyas Rafixanov, 9 Hüseyin Səfərli, 7 gəlin Pirallahının bu cümlü izləyək. 6 Hüseyin Məmmədov, 4 Əli Hüseyin Bağışov, 8 Amirbek Məmmədov. Hörmətli futbol azarkeşləri, bizi bu oyuna dəvət etdiyi üçün Qurtuluş komandasının akademiya direktoru Ziya Nəsirova öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, bugün maraqlı futbol izləyəcək. Əla bir ötürmə idi. Çox ağıllı bir edilmişdi bu ötürmə, amma hücumun davamını gətirmək yox. Mümkün olmur. Fərid. Komandanın 1 nömrəli qapıcısı topu irəli vurur. Adəm Məhəmməd, özür istəyirəm. Out. Ömər topu oyuna daxil etdi. Pirallah komandası növbəti hücumuna başlaya bilər. Tələsmə, başı qaldır. Yaxşı. Soldan. Hüseynin ötürməsi idi. 5 nömrə futbol Hikmət topu qarşılayır. Yenidən Hüseyin. Və top outdan meydana tərk edir. Yox, daha doğrusu kün zərbəsi ilə Qurtuluş komandası topu oyuna daxil edəcək. 99 nömrə Cahangir İbrahimov. Kün zərbəsini o yerini yetirir. Və Cahangirdən ötürmə, qapıya zərbə və qol. Qurtuluş görüşdə hesabı açır. 7-ci dəqiqəyə təsadüf edir bu qol. Komandanın 99 nömrəli futbolçusunun ötürməsinə diqqət edirik. Bir toxunuşla Hikmət Ağazadə topu qapıdan keçirir. Mərkəzdən Pirallahı futbolçuları top oyuna daxil etdi. Qısa ötürmələr, amma Hikmət araya girir. Bu dəqiqədə Hikmət olduqca fəallıq ilə seçilir Qurtuluş komandasının niyyətində. Qapıdan zərbə ilə Hüseyin topu öz qapıcısına verir. Ömər topu oyuna daxil etməlidir. Yenidən Hüseyin. Cahangir topu almağa çalışırdı. Erşaddan mərkəz istiqamət ötürmə. Hüseyin geriyə oynayır. Daha bir adaşına edilmiş ötürməydi, amma Hüseyin burada topa vaxtında müdaxilə edir. Pirallahın 6 nömrəli futbolçu Hüseyin Məmmədov gün cəlbəsi ilə Qurtuluş
topu oyuna daxil edəcək. İçəriyə doğru ötmə, daha bir zərbə və qol. 44 nömrəli futbolçu Ayxanın qolu. Gün zərbəsindən edilmişdi bu ötürmə. Ortaya gir, ortaya gir. Pirallaha futbolçuları bu dəqiqələrdə buraxılan qollardan birdən əvvəldən çıxmağa çalışır. İbrahimdən içəriyə doğru ötürmə, amma qapıcı Fərid topu qüvvətli zərbə ilə irəli vurur. Qayda pozulur. Hakim epizoda yaxın idi. Pirallaha cərimə zərbəsindən topu oyuna daxil edəcək. Hakimlə işarə gəldi. Qapıya zərbə, top az fərqlə qapının üstündən keçir. Hüseynin zərbəsi idi. Ora baxın, ora. Çox maraqlıdır ki, bugün Pirallahın heyətində 3 oyunçunun adı Hüseyndir. İçəriyə doğru ötürməyə qapıya yox, zərbə alınmır, amma top Yaxşıdır. Qurtuluş komandasından meydanı tərk edir. İkincidən zərbə ilə Pirallah hücumunu davam etdirəcək. 7 nömrəli oyuncu Hüseyin Əskərli. Doğru. Sen biraz arkada kal. Zaferli. Doğru. Sen git. Doğru. Gir içeriye. Girelim oradadır. Hüseyin ötürmə verməyə oyuncu axtarır içəriyə doğru. Ötürmə qapıya zərbə və buraxılan qollardan birinin əvəzi çıxılır. Qəşəng, götür, götür. Oradadır. 2-1. Əskər salamı ilə bu qolu qeyd edir Toğrul Əliyev. Afərin Toğrul. Əskər salamını da çox səliqəli şəkildə göstərir. 11 nömrə Toğrul Əliyev bugün özəl qol vurur. Cərimə zərbəsindən Qurtuluş top oyuna daxil edir. Bu dəqiqələrdə indi Pirallah böyük qüvvə ilə irəli atılacaq. Hüseyin keçdi ki, rəqibi inanılmazdır. Daha bir rəqib qapıya zərbə, top az fərqlə qapının yanından keçir. Hüseyin Səfərli. Outdan Pirallah oyuncuları top oyuna daxil etdi. Cavid. Amma burada Pirallah oyuncular topu qazanır. Hüseyin keçdi. Qapıya baxdı, zərbəsi və qol. Hesab bərabərləşir 2-2. Aferin sənə. Yarım saatın tamamında Halal olsun. 7 nömrə Hüseyin Əskərli Ora, ora, ora. bərabərlik qol vurur. Zəfərin ruhu qolumuzda. Zəfər günü hər zaman ruhumuzda. Çox gözəl şuar səsləndirirlər futbolçular. Qol sevincinin təkrarını bir daha izləyirik. Zəfərin ruhu hər qolumuzda, zəfər günü hər zaman ruhumuzla. Hüseyin Əskərli bu cür qol sevinci ilə yadda qalır. Bırakmayın, Hikmətdən bırakma. indi yerlə ötürmə qapıcı Ömər. Dərhal da top oyuna daxil edir. Qurtuluş komandası 2 top fərqi ilə hesabda öndə idi. Ümumiyyətlə uşaq liqalarında indi gəlin daha bir hücumu izləyək. Pirallah futbolçu qapıya zərbə Hüseyin. Fərddən daha bir reaksiya. Hücumu davam edir. Hüseyndən zərbə, 7 nömrəli futbolçu daha bir zərbə. Qarışıq bir vəziyyət yaranır. Adətən FIFA oyunlarında bu cür epizodlar izləyirik. Outdan Pirallah oyuncuları topu oyuna daxil edir. Toğrul. Qapıya zərbə. Yox, fərqlənmə mümkün olmur. Hüseyin Səfərliyə əla bir imkan düşmüşdü və beləliklə ilk isə başa çatır, qısa fasilə yaradırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər, artıq ikinci hissə başladı. Bir daha hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. İlk hissədə tərəflər hərəyə bir qol vurdular. Vurulan qolları bir daha xatırlayaq. Əvvəlcə Hikmət hesab açdı. Daha sonra Ayxan fərqi 2 topa çatdırdı. Toğrul və Hüseynin qolları ilə hesab bərabərləşdi. Nə məqsədi ki, ikinci hissədə ilk hissədəki oyunun təkrarını izləyərək hər iki komanda çox gözəl futbolla yadda qalar. Bir daha xatırladım ki, uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd uşaqların düzgün şəkildə qapıya zərbə,
düzgün şəkildə futbolun sirlərinin yələnməsidir. Taleyin zərbəsi idi. 9 nömrəli oyuncu dərhal da ümumiyyətlə Pirallahı qapıdan zərbəni daha tez yerinə yetirir. Gəlin daha bir hücumu izləyirik. Hüseyin Səfərli sola çəkdi, yüksək texnik amma ötürmə. Qapıya zərbə Fəriddən əlavə. Daha bir zərbə o qədər təhlükəli alınmır. Fərid topu qazanır. Fərid Həsənli bir nömrəli qapıcı topu qüvvətli zərbə ilə irəli vurur. Burada isə qurtuluş oyuncularının heç kim yox, top meydanı tərk edir. Fərid Həsənli az öncə komandasını Real qoldan xilas etdi. Bir nömrəli qapıcı ekranlarda indi ikinciden zərbə ilə top oyuna daxili birbaşa qapıya zərbə və qol. Fərid bizi daha çox, məni daha çox göstərdiyi bir vaxtda Qurtuluş komandası daha bir gol vurur. Həmin gol o qədər də gözəl şəkildə sizlərə göstərə bilmədik, amma golun özü çox möhtəşəm alınmışdı. Qapıya daha bir zərbə indirilir. Hikmətin ikinciden topu birbaşa qapıya göndərməsi. Həmin qolu çox gözəl şəkildə sizlərə təqdim edə bilmədik. Cahangir. Top itirilir. Pirallahı yenidən əks hücumda rəqibini yaxalamağa çalışır. Səfərli. Hüseyin Allahcı hərəkətlər, qapıya daha bir zərbə. Daha bir də gol. Yenidən hesab bərabərdir. Çox qarışıq bir vəziyyət yaranmışdı. 77 nömrəli oyuncu Elşad Balayev topu bu cür qapıdan keçirir. Və bu cür gol sevinci yaşayırlar. Əskər salamı ilə bugün özəl gol sevincidir artıq. Bugün keçirilən bütün oyunlarda uşaqlar demək olar gol sevincini Əskər salamı ilə qeyd edirlər. Və uzaq məsafədən qapıya daha bir zərbə və gözəl gol vurulur. Məhəmməd komandanın kapitanı fantastik zərbə indirir. Yenidən Qurtuluş hesabda önə keçir. Vurulan golun təkrarı bizlərə bir daha təqdim olunur. Baxırıq. Sanki o qapıcının irəlidə olduğunu görərək uzaqdan qapıya zərbə indirir. Bu cür gözəl gol vurulur. Fərid topu uzaqlaşdı. Təhlükəli bir ötürmə idi. Məhəmməddən Allahca rəqiblərini keçməyə çox bu dəqiqələri tək oynamağa üstünlük verir və qayda pozulur. Təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetiriləcək. Hakim bildirir ki, qayda pozuntusu cərimə meydançasının çölündə baş vermişdi. Həkimlərin köməyinə ehtiyac duyulacaqmı? Amma görünür Məhəmməd onun vəziyyəti yaxşıdır. Ayağa qalxaraq görüşü davam etdirəcək. Ömer, canlı sətti düz qol. Canlı sətti qol. 99 nömrəli oyuncu Cahangir İbrahimov topun gerisindədir. Ömer, gel bura. Ömer. Gel burada. Görək zərbəni kim yerinə yetirəcək. Cahangir artıq sanki dünəndən zərbə indirməyə hazırmış kimi yanıb. Hakimin işarəsini gözləyir. 3 nəfər var canlı sətdə. Ömər qapısında diqqətli hakimdən işarə gəlir. Qapıya zərbə və topu qapının üstündən vurur. Cahangir İbrahimov. Gün zərbəsi ilə Pirallahı topu oyuna daxil edəcək. Qapıcı indi çıxışda ani bir diqqətsizlik, qapıya zərbə, daha bir gol. Hüseyin Səfərli gözəl gol vurur. Aşırma zərbə ilə yenidən hesabda bərabəri yaradır. Bugün 8 gol vuruldu. Hörmətli futbol azarkeşləri, hər komanda 4 dəfə rəqib qapısına yol tutdu. Çox ağıllı bir zərbə idi. Hüseyin Səfərli. Pirallah oyuncuları uzaqdan qapıya zərbə, top qapı dirəndəri oyuna qədər qarşı bir vəziyyət var, amma hakim bəli qolu qeydə almır. Qayda pozuntusu var idi, indi qapıdan top oyuna daxil ediləcək. Fərid Məhəmmədin topu oyuna daxil etməsini istədi. İrəliyə
Yaxşı. Doğru ötürmə. Bir Allah'ın yerindən topu qazanır 7 nömrə Hüseyin, amma rəqib komandanın 7 nömrəsi topu uzaqlaşdırmağa çalışırdı. Bir qədər geriyə Cahangir araya girdi. Qapıya uzaqdan zərbə, bu nə qol idi Cahangir İbrahimov. Emin Mahmudovun İsveçin qapısına vurduğu qolu xatırladır. Uzaq məsafədən fantastik zərbə indirir Cahangir İbrahimov. O zərbələrə çoxdan hazırdı. Bu zərbəni az öncə cəlmə zərbəsindən indirməyə çalışırdı. Bir qədər dəqiqlik çatdan baxırıq. Cahangir topu bir qədər havaya qaldırdı. Daha sonra qapıya qüvvətli zərbə indirdi. Bu cür qollar adətən FIFA oyunlarında vurulur. Bu dəfəsi U11 liqasında bu cür qol izlədik. Məhəmməd topu irəli vurur. Və beləliklə hörmətli futbol azarkeşləri görüş başa çatır hər iki komandaya. Bundan sonraki oyunlarda uğurlar arzu edirik. Bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, sağlam olun. Sağlam olun. Gelin gelin.